Polşada ən çox ev alan ipotekaya və yaxud belə kəşlərə 5 əcnəbi millət. Kəşə bax. 5 əcnəbi. Birinci o fəhlələrdən deyim, Hindistanlılar. Çox adam məncə qatılar, qatılmaz səncə? Hindistanlıya biraz fikirləş. Yəni kuryer Hindistanlıları demirəm. Çünki mən çox gördüm ki, yəni şirkətlərin bu dəqiqə Microsoft Teams-dən baxın. Hierarxiyaya baxın. Menecmentdə hamısı Hind. Mən Hindləri deyirəm, amma neçənci yerdədir bilmirəm, amma 100% var. 4-cü yerdə Hindistanlılar. 100%. Ay 60 milyon adamlar. Səncə kimdir? Birinci yerdə kimdir? Sırağa gedənlərsən də yəni. Ukraynlar bir daha. Xüsusən müharibədən sonra onların ev alqı-satqısı daha da çoxaldı. İtalyanlar. Yox. Amma var. Sırada 5-də yoxdur. Amma var hə. Var. Okay, Hindistanlı dedik, Ukrayna dedik, Rumunlar. Rumunlar var 5-ci sıradadır. Onu da şeyə görə dedim də, o göçmənləri var ya onların. Mən amma deməzdim ki. Onlar həmişə pullu olur bura. Heç çox. Hə, şeylər o ağzına gələn yeni Range Rover sürənlər də. Bir evdə də 15 nəfər yaşayır. Onu fikir vermisən? Bir evdə 15 nəfər yaşayırlar, amma pullarını balta kəsmir. 1 var, 4 var, 5 var. Belarus da var onda Ukrayna. Amma məncə Belarus, neçənci yerdə Belaruslar? 2. Məncə Belarus Ukrayna qədər almır. Yox, təbii ki, azdır şey. Baxıram burada statistikada, yəni aralarında rahat 3 dəfə fərq var. Çünki mənim gözümdə bilsən necə qalıb? Belarus Ukraynadan kasıbdır. 100% həm də azdılar da. Azdılar. Ukraynalar görə nə qədər? Biri qaldı da. 1 2 3 4. 3 qaldı. 3-ü də tapsınlar. 3 hansı millət olardı orada? Mənə sonra deyərsən. Amma Polşanın qonşusu deyənə. Almaniya. Nə dedin? Çatırsan da olar. Elə bir canlıdır.